Bağış amaçlı. Bizim bağışa falan ihtiyacımız yok. Hele sadakaya hiç yok. Sadaka falan değil. Yanlış anlamışsın. Ben anlayacağımı anladım. Ama siz hala bazı şeyleri anlamıyorsunuz. Bu konuşma gene senin haddini aşacağın bir noktaya doğru gidiyor hissediyorum. Of. Konuşsun bakalım. Benimle gerçekten meseleniz ne? Aynı şeyleri mi konuşacağız? Biz ailemizin huzurundan başka bir şey istemiyoruz. Bu şekilde kapımıza dayanarak bu huzuru sürekli bozuyorsun. Bunu yapmanı engelleyebiliriz. Senin kendini güçlü sandığın yanılgına bir anda son verebiliriz. Ama üzülmeni istemiyoruz. Ben üzülürüm, onda sıkıntı yok. Yapacağınız her şeyi de yapın. Ama bana yapın. Kardeşlerimden uzak durun. O çocukların hiçbir suçu yok. Bazılarının annesinin babasının mezarı burada. Onlardan ayrılacaklar diye kahroluyor. Kardeşlerimden ayrılacaklar diye kahroluyor. Böyle bir şey nasıl yapabiliriz? Ayrıca niye yapalım böyle bir şey? Senin bile bizden böyle bir şey beklemen şaşırtıcı. Anlaşamadığımız doğru ama buradan yapmayız. Uzatmayalım. Onlar burada kalsın. Ben gideceğim. Zaten en başından beri istediğiniz bu. Ben Bodrum'u terk edeceğim. Ama kardeşlerimden uzak durun. Bu meselenin içinde bir ilgisi yok. Nereye gittiğinde umurumda değil. Lütfen evimizden çıkar. Bence hepimiz gerçekleri biliyoruz. Kardeşlerimi rahat bırakın. Salam dostlar, bugün sizlərlə bərabər deməyimsə, çox gözəl bir xəbər verəcəm. Bayaq kamera ilə çəkirdim və Cheonga yalandan dedim ki, kameranın həm zərətqası yoxdur, həm onu aparım zərətqaya qoyum, həm də özüm üçün sok falan gətirim. Tamam, ona inandırdım. Bayaq gördüyünüz kimi daha 17'ye baxırdı. Biz daha 17'nin böyle bir fanıyıq. Yəni daha 17'ye hər videosuna falan baxırıq. Və bu gün Cheonga sürpriz eləyəcək. Bu gün daha doğrusu yox. Təxminən bilmirəm. Ona hələ danışmamışam. Ama bildiğim şey odur ki, Cheonga sürpriz eləyirəm. Dostlar, mən daha 17 oyuncularıyla danışdım və biz görüşəcəyik. Bəli. Amma bundan qabaq nə etməliyik? Türkiyəyə getməliyik. Bəli, indi biz Türkiyəyə getməliyik. İspaniyadan Türkiyəyə nə qədər yol eləyir? Onu heç özüm də bilmirəm. Sadəcə uzun bir yol olacaq. Bu müddətdə sizə gözəl videolar gələcək. Mən sizə Cheonga bir neçə bəhanə ilə artıq ora qədər apara bilərəm. Böyük ehtimal sonrasında artıq deyərəm. Bu arada yol vlogu da gələcək. Və onlarla görüşdüyümüz vlog da gələcək. Dostlar, bunlar təxminən 2 günə falan onlarla görüşərik biz. 2 günə deyəndə yol təxminən 1 gün çəkir, bəli. Orada isə biz 1 həftə qalacağıq. O müddətdə də sizə gözəl vloglar gələr, böyük ehtimal Türkiyəni kəşf eləyərik falan. Yəni maraqlı bir şey olacaq. Bəli, mən çox heyecanlıyam. Görüşəcəyimiz karakterləri də sizə deyim. Görüşəcəyimiz karakterlər. İlk olarak daha 17'de bizim ikimizin favori karakteri olan, daha doğrusu 2 tane favori karakterimiz var. Favori karakterlerimizden biri olan Deniz, yani Helin. Bəli, onunla görüşəcək. Sonrasında ikinci favori karakterimiz olan Teoman, yani Ata Yaşat'la görüşəcək. Üçüncü olarak Leyla, yani Ceren Ayruk'la görüşəcək. Dördüncü olarak Çan, Efe, Aknan, yani arasından görüşəcək. Bu qədər görüşəcək. Bilmirəm, daha çox şey eləməyə çalışdım. Mən elə ki 4'ünü
ulaşa bilmişəm, ondan danışmışam. Əlimdən gələn qədər çox oyunçuya ulaşacağam və onlarla görüşəcəm. Şu andaki hədəfim böyük ehtimal Ezgi'dir, yəni daha öncədəki Ezgi karakteri və Sıla. Bəli. Bunlara Ezgi Dalgıç, yəni bunlara ulaşmaq istəyirəm şu anda. Onlara da əlimdən gələn qədər ulaşacağam. Valiz hazırlığa gələcək, yolculuq vlog gələcək və daha neçə video. Yəni bir həftəyə əlimizdən nə qədər video gəlsə, o qədər video çəkəcəyik. Bəli dostlar, mən bunu sadəcə xəbər verdim ki, biz yəni Türkiyəyə gedirik və burada çox gözəl videolar gələcək. Ona görə kanalımı izləmədə qalın. Yəni hər an bir video gələ bilər falan. Ona görə baxın. Daha 17 fanları isə mütləq məncə kanalıma izləmədə qalsınlar. Kanalıma abunə olun ki, yeni gələn videolardan xəbərdar olasınız. Bu videoya baxdığınız üçün təşəkkürlər. Bye. Bu biraz qısa bir video oldu çünki sadəcə xəbərdarlıq elədim. Və sonrasında isə Çeyong artıq deyəcəm. Çeyong tepkisini alacaq bilməm. Amma yenə də izlədiyiniz üçün təşəkkürlər. Bye bye.